Salam, Qoldmas deyir Tədris Mərkəzi. Bugün sizlərə loqaritmik tənliklərə aid bir sualın izahını verəcəyim. Keçək sualın şərtinə. Loqaritm x əsasdan 2x üstə 15 çıx 2 bərabərdir 0 tənliyini həll edin. Şərti yazaq loqaritma x əsasdan 2x üstə 15 minus 2 bərabərdir 0-a. Əvvəla bilməliyik ki, bu əsas nə olmalıdır? 0-dan böyük olmalıdır. Bir də əsas 1-dən fərqli olmalıdır. Eyni zamanda 2x üstə 15 0-dan böyükdürsə, x da mənfi 7,5-dən nə olmalıdır? Böyük olmalıdır. İndi gəlin bu tənliyi həll edək. Öncə bu şərtlər ödənməlidir tapdığımız köklərdə. O zaman 2-ni sərbəst buraxıram. Olur loqaritma x əsasdan 2x plus 15 bərabərdir 2-yə. İndi nə edək? Loqaritma x əsasdan 2x plus 15 bərabərdir loqaritma x əsasdan x kvadratını yazmaq olar 2-nə. Yəni 2 keçir qabağa, loqaritm x əsasdan x 1 edir, 2 birim 2-dir. Onda loqaritmlər gedir, yerinə qalır 2x plus 15 bərabərdir x kvadratına. İndi yazıram x kvadrat minus 2x 15-dirsə, x minus 1-in kvadratı çıx 1 bərabərdir 15 şəklində yazaram, tam kvadrat ayıraram. X minus 1-in kvadratı bərabərdir neçə olar? 16 olar. İndi burada x minus 1 bərabərdir 4-dür. X minus 1 bərabərdir mənfi 4 olar. Tənliyi həll etsəm birinci kök 5, ikinci kök isə mənfi 4 üstə 1 mənfi 3 olar. Mənfi 3 burada kənar kökdür. Çünki bu x mənfi ola bilməz. Buna yazırıq kənar kök. Doğru cavabımız neçə olar? Bu şərtləri ödəyən 5 olar. Cavab Y variantıdır.